Salam, bu gün uşaqların ən çox çətinlik çəkdiyi məntiq suallarının izahına baxırıq. Başlayaq. Ramiz, Tunar, Arda və Şəhriyar hərəsi bir peşənin sahibidirlər. Onlardan biri dərzi, biri aşpaz, biri aktyor, digəri isə rəssamdır. İlk öncə peşələrin adını yazaq. Dərzi, aşpaz. Peşələrin altından isə şagirdlərin adını yazaq. Hamısının altından bütün şagirdlərin adını yazırıq. Sonra isə bizə verilənləri oxuyaraq həmin şagirdlərin üstündən xətt çəkirik. Məsələn, Ramiz aktyor deyil. Aktyor hissəsində Ramizin üstündən xətt çəkirik. Arda yemək bişirməyi bacarmır. Aşpazın altından Ardanın üstündən xətt çəkirik. Tunar və Ramiz rəssam deyil. Rəssam peşəsindən Tunar və Ramizin adını çıxardırıq. Aşpaz olan ya Arda ya da Şəhriyardır. Aşpaz hissəsinə baxırıq ki, Ardanı buradan çıxarmışdıq. Deməli, aşpazımız Şəhriyardır. Aşpaz əgər Şəhriyardırsa, digər peşələrdən Şəhriyarın adını çıxardırıq. Məlum oldu ki, rəssam Ardaymış. Rəssam Arda olduğu üçün Ardanın adını digər peşələrdən çıxardırıq. Buradan da məlum oldu ki, aktyorumuz Tunar imiş. Tunarın adını digər peşələrdən çıxardırıq. Buradan da məlum oldu ki, dərzimiz Ramiz imiş. Dərzi olan kimdir? Ramiz. Növbəti sualla davam edirik. Masada 4 ədəd kitab var. Məntiq, riyaziyyat, informatika və biologiya. Kitabların səhifə sayı belədir. 112, 120, 136, 160. Bu 4 kitab arasında ən çox səhifəsi olan kitab informatika və riyaziyyat deyil. Riyaziyyat kitabının səhifə sayı informatikadan az, biologiyadan isə çoxdur. Biz səhifələrin sayını yazaq. Hər səhifə sayının altından isə bütün fənlərin adını yazırıq. Məntiq, riyaziyyat, informatika, biologiya. Hər səhifə sayının altından bütün kitabların adını yazmamız ona görədir ki, bizə deyilən nümunələrə əsasən onun üstünə xətt çəkdikcə bizə daha asan görünəcək. Məsələn, bu 4 kitab arasında ən çox səhifəsi olan kitab informatika və riyaziyyat deyil. Ən çox səhifəsi olan kitab 160 səhifədir və informatika və riyaziyyat 160 səhifə ola bilməz. Ona görə onların üstünə xətt çəkirik. Riyaziyyat kitabının səhifə sayı informatikadan az, biologiyadan isə çoxdur. Deməli, riyaziyyat kitabının səhifə sayı ortadır. Yəni nə çox az deyil, nə də ki ən çox deyil. 120-dir. 120 səhifə sayı riyaziyyatındır. Riyaziyyat kitabının səhifə sayı informatikadan az, deməli informatika isə 136-dır. Biologiyadan isə çoxdur. Biologiyada 112-dir. Baxaq görək bizə deyilənlərlə uyurmu? Riyaziyyat kitabının səhifə sayı informatikadan az, riyaziyyat həqiqətən də 136 səhifədən azdır. Biologiyadan isə çoxdur. Yəni 120 səhifə 112 səhifədən həqiqətən də çoxdur. Bizdən isə doğruları istəyir. 136 səhifəlik kitab məntiq kitabıdır. Baxırıq, məntiq kitabı 160 səhifədir. 136 səhifə deyil, səhvdir. 120 səhifəlik kitab riyaziyyat kitabıdır. Həqiqətən də 120 səhifəlik kitab riyaziyyat kitabıdır. Deməli, doğru cavabımız B variantıdır. Növbəti sualda eyni fiqur, eyni rəqəmlə, fərqli fiqur, fərqli rəqəmlə şifrələnib. Buna görə sual işarəsinin yerində hansı variant ola bilər? Bunu artıq biz variantlarla işləyəcəyik. Birdən çox işlənən fiqurumuz hansıdır? Kvadratlar. İlk öncə kvadratlara nəzər yetirək. Kvadrat həm birinci işlənib, həm sonuncu işlənib, həm yenə də sonuncu işlənib. A variantına baxaq. Birinci işlənən 6-dır. 6-nın yanında sonuncu işlənən də 6 olmalıdır. Və ən axırıncı işlənən rəqəmimiz də 6 olmalıdır, amma 8 yazıb. Buna görə A variantı səhvdir. Baxırıq B variantına. Birinci işlənən 2-dir. Axırıncı işlənən rəqəm də 2 olmalıdır və ən axırıncı işlənən rəqəm də 2 olmalıdır. Həqiqətən də B variantında hamısı 2-dir. İndi isə üçbucaqlara nəzər yetiririk. Orta və birinci gələn rəqəmimiz də eyni olmalıdır. Baxırıq, ortada gələn rəqəmimiz 7 və ikinci ədədin birinci rəqəmi isə 8-dir. Yəni, burada üçbucağın yerinə 7 olmalıydı, amma burada 8 yazıblar. B variantı səhvdir. C variantına baxırıq. Kvadratların yerinə nəzər salaq.
Birinci rəqəm 3, sonuncu rəqəm 3 və ən axırıncı rəqəm 3-dür. İndi isə üçbucaqlara nəzər salaq. Ortancıl rəqəmimiz 7, birinci rəqəmimiz yenə 7-dir üçbucağın yerinə. Hələ ki C variantı düz gedir. İndi isə ulduzlara nəzər salırıq. İkinci ədədin sonuncu rəqəmi ilə üçüncü ədədin birinci rəqəmi eyni olmalıdır. C variantında ikinci ədədin sonuncu rəqəmi ilə üçüncü ədədin birinci rəqəmi eyni deyil. Deməli C variantı da deyil. D variantına baxırıq. Kvadratlarımızı bildirən rəqəmlər eyni işlənib. Üçbucağımızı bildirən rəqəmlər eyni işlənib. İndi isə ulduzumuza nəzər yetirək. Ulduzu bildirən rəqəmlər yenə eyni işlənib. Deməli, doğru cavab D variantıdır. Yadda saxlayın ki, eyni işarələr eyni rəqəmi bildirməlidir. Bir işarənin yerində fərqli rəqəm varsa, deməli, həmin variant yanlış variantdır. Bu sualı da variantlarla işləməliyik. Sualı işləməyin ən asan yolu sütunlarla, yəni yuxarıdan aşağı istiqamətində baxılmalıdır. İlk sütuna baxırıq. 2 dəfə işlənən hərfimiz hansıdır? M hərfidir. İndi isə variantlardan baxırıq. 2 dəfə işlənən rəqəmimiz hansıdır? A variantında 3 işlənib, B variantında 5 işlənib, C variantında 1 işlənib, D variantında isə 1 işlənib. 2 dəfə işlənən rəqəmimiz 1-dir. Deməli, M hərfi 1-i bildirir. İndi isə ikinci sütuna baxırıq. 2 dəfə işlənən hərfimiz D hərfidir. Variantlardan rəqəmlərə baxırıq 2 dənə işlənən rəqəmi tapmaq üçün. A variantında 1 işlənib, B variantında 3 işlənib, C variantında 5 işlənib, D variantında isə 3 işlənib. 2 dəfə işlənən rəqəmimiz 3-dür. Deməli, D hərfi isə 3-ü bildirir. Bütün hərfləri tapdığımız üçün G hərfimiz də 5-dir. 5-i bildirir. Rəqəmlərin hamısını bir-bir yerinə qoyduqdan sonra onsuz cavabımız çıxır. G 5, D 3, M isə 1. 531 cavab B variantı. Bir çox uşağın çətinlik çəkdiyi mövzulardandır. İndi isə mən bu mövzunun 2 həll yolunu izah edəcəm. Birincisi əvəz etmə üsulu, ikincisi isə yerinə rəqəm qoymaqla həll etmə üsulu. İlk əvəz etmə üsulu ilə başlasaq, görürük ki 2 dənə A 1 B-yə bərabərdir. 2B 1 C-yə bərabərdir. Bizdən 3 dənə B-ni soruşur. Burada 2 dənə B-nin yerinə gətirib bir dənə C yazıram. 2 dənə B getdi. Qalır 1B. 1B-nin də yerinə gətirib 2A yazıram. 1C və 2A. Cavab B variantı. Rəqəm qoymaqla həll etmə üsuluna isə baxsaq, A-ya 2 versək, 2-nin üstünə 2, 4. Bura 4-dürsə, tərəzinin hər iki gözü də eyni ağırlıqda olmalıdır. Deməli, B də 4-ü bildirir. B 4-dürsə, 2 dənə 4, 8. Deməli, tərəzinin bir gözü 8 olduğu üçün C də 8-i bildirir. B'lər 4-ü bildirdiyi üçün 3 dənə 4, 12. Deməli, tərəzinin bu gözünə də elə ağırlıq yazmalıyıq ki, o da 12 olsun. Baxırıq A variantına 2, C'lər 8-i bildirir, cəmi 18 eləyir. Bizə 12 lazım idi, A variantı yanlışdır. C variantında A 2-ni bildirirdi, C isə 8-i bildirirdi. 2-nin üstünə 8, 10. Bizə yenə 12 lazımdır, C variantı da yanlışdır. D variantında 2 dənə C, yəni 2 dənə 8, 16 eləyir. D variantı da səhvdir. C 8, A'lar isə 2, 8-in üstünə 2, üstünə 2 eləyir 12. Deməli, B variantı doğru cavabdır. Sual cədvəl mövzusu ilə bağlıdır. İlk öncə bizə verilən nümunəyə diqqət yetirək. Dairə 6 ilə birləşir. Kvadrat 4 ilə birləşir. Üçbucaq 10 ilə birləşir. Ulduz isə 8 ilə birləşir. Variantlara baxaq. Eyni birləşmə nöqtələrini tapmalıyıq. A variantında 4 ilə birləşən kvadratdır, düzdür. 6 ilə birləşən dairədir, düzdür. 8 ilə birləşən üçbucaqdır, səhvdir. 8 ilə birləşən ulduz olmalıydı. A variantı yanlışdır. B variantında 4 ilə birləşən kvadratdır, düzdür. 6 ilə birləşən ulduzdur.
səhvdir. Ulduz 8 olmalıydı. B variantı yanlışdır. C variantında 4 ilə birləşən kvadratdır, düzdür. 6 ilə birləşən dairədir, düzdür. 8-in birləşmə nöqtəsi ulduzdur, düzdür. 10-un birləşmə nöqtəsi isə üçbucaqdır. Həqiqətən də C variantı doğru variantımızdır. Nümunədə bizə verilən rəqəmlərlə üst-üstə düşür. 7-ci sualda bizdən istənilən odur ki, hansı fiqurdan bu fiquru çıxsaq, cavab olaraq bu fiqur qalar. Azalanın tapılma üsulu ilə düşünsək, azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirdik. Bu işarə ilə bizə verilən nümunədəki işarəni birləşdirsək, A variantındakı işarə alınır. Bu halda hərflərin birləşmə nöqtələri eyni olmalıdır. Nümunəyə nəzər yetirək. A B ilə birləşib, B C ilə birləşib, C D ilə birləşib, D E ilə birləşib, E F ilə birləşib. A variantına baxaq. A C ilə birləşib. Xeyr, A B ilə birləşməlidir. Ona görə A variantı yanlışdır. B variantında F E ilə birləşib. Nümunədə baxsaq, həqiqətən də F E ilə birləşib. E D ilə birləşib. Nümunəyə baxaq. E həqiqətən D ilə birləşib. D C ilə birləşib. Nümunədə də D C ilə birləşib. C bu ilə birləşib. Nümunədə də C bu ilə birləşib. Bu isə A ilə birləşib. Nümunə ilə eyni uyğunluqla getdiyi üçün B variantı doğrudur. Sual əvvəlki sualdan daha mürəkkəb bir sualdır. Nümunəyə diqqət yetirsək, bütün hərflərin birləşmə nöqtəsi var, amma K hərfi heç nə ilə birləşmir. Variantlara diqqət yetirək. A variantında ortada K hərfi var, yəni heç nə ilə birləşməyən K hərfidir. A variantı düzdür. B variantında da eynidir, düzdür. C variantında da düzdür. Amma D variantında birləşməyən hərfi M veriblər, yanlışdır. K nə ilə birləşir? M ilə. A variantına baxaq. K N ilə birləşib. Ona görə A variantı yanlışdır. B variantında da həmin qayda ilə K N ilə birləşib. B variantında da yanlışdır. C variantında K M ilə birləşib. Deməli C variantı düzdür. Sual kubların sayılması ilə bağlıdır. Yadda saxlamaq lazımdır ki, kubların görünməyən hissəsində də kiçik kublar var. Onlara diqqət yetirmək lazımdır. Öndə görülən kubu sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Öndə 9 kub varsa, arxada da eyni şəkildə 9 dənə kub var. Deməli, burada cəmi 18 kub var. İkinci kuba baxaq. 1, 2, 3, 4. Ön üzündə 4 kub varsa, arxa tərəfdə də eyni qayda ilə 4 kub var. Cəmi 8 kub eləyir. Bizdən bunların fərqini istəyir. 18-dən 8 çıxsaq 10 qalır. Biz variantlardan 10 dənə kub işlənmiş variantı tapmalıyıq. A variantında 1, 2, 3, 4, 5 və 5-in yanında 4-ün isə altında görünməyən 6-cı kubumuz var. 7, 8. Bizə 10 kub lazım idi. A variantı yanlışdır. B variantında 1, 2, 3, 4, 5. 5-in yanında 4-ün isə altında görünməyən 6-cı kub. 7, 8, 9, 10. Bizə də elə 10 kub lazım idi. B variantı doğrudur. Bir çox uşaqların yanlış elədiyi suallardandır. Çünki uşaqlar onu 2-yə bölərək cavabı 5 olaraq götürürlər. Əslində şəkil çəksək, bunu daha aydın şəkildə görmək olar. 10 metrlik ipi 2 metrlik hissələrə bölmək üçün neçə yerdən kəsmək lazımdır? İlk öncə ipimizi 2 metrlik hissələrə bölək. Bizdə 5 dənə 2 oldu. Və onların cəmi həqiqətən 10 eləyir. Amma bu 10-u 2-yə bölərkən aldığımız 5 hissələrin sayıdır. Kəsilən yerlərin sayı deyil. Neçə yerdən kəsdik? 1, 2, 3, 4. Bizdən neçə yerdən kəsdiyimizin sayını istədiyi üçün cavab B variantıdır. 4 yerdən kəsdik. Yadda saxlamaq lazımdır ki, kəsilən yerlərin sayı alınan hissələrin sayından bir vahid az olur. Onu 2-yə böldük. 5 düşürsə, 5-dən 1 çıxırıq 4.
Qutuda 3 qırmızı, 4 göy qələm var. Qutudan baxmadan ən azı neçə qələm çıxarmaq lazımdır ki, mütləq bir qırmızı qələm olsun. Bunu şəkil çəkərək daha ətraflı izah eləmək istəyirəm. Bu sualı ən pis ehtimal ilə düşünmək lazımdır. Yəni düşünək ki, biz o qədər şanssız insanıq ki, bizdən qırmızı qələm istəyir, amma biz nə vaxt əlimizi atsaq göy qələm çıxır. İlk cəhdimizdə göy qələm çıxdı. İkinci cəhd eləyirik, yenə göy qələm çıxır. Üçüncü cəhd eləyirik, yenə göy qələm çıxır. Dördüncü cəhd eləyirik, yenə göy qələm çıxır. Göy qələmlərin hamısını çıxardıq 4 cəhddə. Və yerdə qalan sadəcə qırmızı qələmlərdir. Deməli biz yenə 5-ci cəhdimizi eləsək, bizə onsuz qırmızı qələm çıxacaq. Bizdən də bir qırmızı qələm istədiyi üçün elə bir cəhd bəsdir. 4-ün üstünə 1 gəldik, 5. Deməli 5 cəhddə biz qırmızı qələm çıxara biləcəyik. Növbəti sual bundan əvvəlki sualın daha çətin versiyasıdır. Qutuda 7 yaşıl və 3 qırmızı kürəcik var. Baxmadan ən azı neçə kürəcik çıxarmaq lazımdır ki, onlardan ikisi mütləq yaşıl rəngi olsun. Yenə biz ən şanssız variant olaraq düşünürük. Bizdən yaşıl qələm istəyir, amma biz nə vaxt qutuya əlimizi salsaq bizə qırmızı qələm çıxır. 3 cəhd elədik, üçündə də qırmızı qələm çıxdı. Onsuz 3 qırmızı qələm olduğu üçün qırmızı qələmlərin sayı bitdi. Bizdən isə mütləq 2 yaşıl qələm istəyir. Qutuda qalan qələmlər onsuz yaşıl qələmlər olduğu üçün elə 2 cəhdimizdə də bizə yaşıl qələm çıxacaq. Cəmi neçə cəhd elədik? 5 cəhd. Deməli cavabımız 5 olmalıdır. Sualımız şifrəli əməllərlə bağlıdır. Bu əməlləri eləməyin bir çox üsulu var. Bu sualda bizə 831 və cavabında 24 verib. 8-in üstünə 3, üstünə 1 gəlsək eləyir 12. 12-yi də neçəyə vursaq 24 eləyir? 2-yə vursaq 24 eləyir. Digər rəqəmlərə baxaq, görək eyni yol ilə gedirsə deməli üsulumuz doğrudur. 672, 6-nın üstünə 7 gələk, üstünə 2, 15 eləyir. 15-i də 2-yə vursaq 30 eləyir. Növbəti ədədləri də eyni üsulla toplasaq 8. 8-i də 2-yə vursaq 16. Sonuncu ədədə baxırıq 139 və sual. Bu tapşırıq isə sizin üçün olsun. Doğru variantı tapanlar rəylərdə mütləq yazsın.